Deyin, məktub haqqında qısa bir şeir deyin, keçək. Vaxtımız amma çox az. Sənə bir məktub yazdım. Bir sual və bir nida. Bir də ölümdən betər paramparça, əlvida. Heç peşman da deyiləm, yoxdur bir omüksüm, bir şəkildə qoymuşam göz yaşında təbəssüm. Qapanıb otağına qapını bağlayarsan, sənə bir məktub yazdım, oxuyub ağlayarsan. Buz kimi yatağından mənə də pay bülərsən, şərab qədəhlərində qurtum-qurtum ölərsən. Sənə bir məktub yazdım, sənə bir məktub yazdım. Buyurun, təqdim edin. Oxuyub ağlamayacaq, oxuyub əsəbləşəcək məncə. Buyur. Musiqiçiyə zəhmət olmasa fonu saxlayın. Reklamlar bitdi, Gün Uğurla verişi qaldığı yerdən davam edir. İlahə reklam fasiləsində biraz Odlalovu danışırdı. İndi görək efir başlayan kimi Odlalovu danışacaq, yoxsa yox. Boynuma qoyma, səhər tezən Çünki yuxudan oyanmışam. veriş başlayanda, nə bilim, hə. Samira xanımı salamlayıram, sabah xeyirli olsun, öpürəm onu. Yazıb ki, deyirlər ki, ilahənin keçmiş həyat yoldaşından ayrılmağının əsas səbəbkarı elə özüdür. Xahiş edirəm, tamaşaçılara bu mövzuda səmimi olsun. Hər zaman səmimi... Hər zaman səmimi olan Samira Yusuf qızı. Olan Samira Yusuf qızı, hə. İlk öncə deyim ki, əslində şəxsi suallarla bağlı çalışmışam, efirdə heç vaxt cavab verməyim. Bir tərəfdən də mənim keçmiş həyat yoldaşım da ifaçı olduğu üçün ola bilər ki, musiqiçilər arasında bu sualı istəsinlər və bir neçə tədbirlərdə, məclislərdə sual veriblər. Və Yalçın, bu əslində son nöqtəni qoymuşdum, amma Samira xanıma hörmətim böyük olduğundan bu sualı cavablandıracağam və çox xahiş edirəm, elə bu sənin verilişində də bu mövzu ilə bağlı ümumiyyətlə son olsun. Yəni qadağa qoyursun. Qadağa qoyuram, çünki şəxsi həyatımla yox, mənim musiqilərimlə, mən özümlə, özümü sevirsinizsə, özümlə bağlı çağında tamaşaçılara əslində nə maraqlıdır mənim həyatım. Tamaşaçılara mənim ifalarım maraqlıdır, bizim burada gözəl əsas suala keçir, sual deyir ki, günahkar... Mən bir şey söyleyeyim. Mən düşünürəm ki, nə bir xanım, nə bir bəy heç vaxt ailə qurduğu insandan ayrılmaq istəməz. Heç nə öz-özünə olmur. Və burada belə bir şey var. Adətən ayrılanda hər bir qarşı tərəf günahı yıxır bir-birinin üstünə. Mən deyərəm, elə ikimizdə də günah olub. Nədən olub? Çünki cavan yaşda ailə qurmuşuq, anlaşılmayan çox şeylər olub, aramızda söz-söhbətlər də olub, amma o söz-söhbətlər bizim özümüzün, şəxsi özümüzlə bağlı olmayıbdır. Sadəcə olaraq mənim keçmiş həyat yoldaşım, belə deyək də, çöldən ona təsirlər olurdu ki, o evdə o söz-söhbəti yaradırdı və mən düşünürəm ki, hər birimiz həyata bir dəfə gəlmişik. Ən əsası sağlam və sakit yaşamağı seçirik. Və mən də söz-söhbət adamı olmadığım üçün bir neçə dəfə, belə deyək də, buna sərt reaksiya versəm də alınmadığı üçün elə bir həddə çatmışıq, mən pərdə aradan heç vaxt götürülməsini istəmirəm və o pərdə də götürülməsin deyə mən evliliyə, belə deyək də, son nöqtə qoymuşam. İlk olaraq mən müraciət etmişəm. Yəni boşanma ərizəsi ilə və bundan da belə deyək də, hər kəsin öz həyatı var, heç kimin həyatına daxil olmur ki, bilə o ailənin içində nələr baş verir, nələr yox və mən düşünürəm ki, bu elə burada da belə qalsın və sənətimlə bağlı bugün gündəmdəyəm, üzdəyəm, tamaşaçılar sevir məni. Elə tamaşaçılar məni belə də sevsinlər. Şəxsi həyatı hər kəsin, adi insanların da həyatında problemlər var. Bax, şəxsi həyatda alınmadı da, ayrılıq oldu. Yaradıcı tərəfdən, qarşı tərəfdə ifaçıdır.
Gələcəkdə bir layihə olsa, duet ifa eləmək olsa. Əslində biz evli vaxtda bizim 2 duetimiz olub. İndi layihə var. Bilirsiniz, mən düşmənçiliyinə ayrılmamışam, o da düşmənçiliyinə ayrılmayıb. Biz bəzən bəzi məclislərdə belə deyək də, üz-üzə görüşüb salamlaşmışıq da normal insan kimi. Amma hal-hazırda o insan ailəlidir və xanımı çox belə başa düşürəm ki, qısqancdır və mən düşünürəm ki, heç özündən qabaq xanım icazə verməz ki, oxusun. Yəni özü təklif eləsə razı olarsan ki? Təşrif eləsə də niyə razı olmayaq? Düşmən deyilik ki. Yəni burada nə var ki, elə adi insanlarla oxuyuruq, bir oxumaq, yəni sənət baxımından söhbət gedirsə, mən ailəni qarşılamıram. Biz sənətdə, səhnədə 2 ifaçıyıq. Amma şəxsi həyatda keçmiş həyat yoldaşım olub. Mən belə deyək də şəxsi münasibətləri səhnəyə gətirmirəm. Səhnədə ikimizi ifaçıyıq, fərq etməz. Düşmən deyil ki, mənim gözəl mənə qız bəxş eləyib.